Torot Metabolize Mərkəzində bizə müraciət etmiş, yəni düyünüz diaqnozuna müraciət pasiyenti əməliyyat önündə bir müsahibə götürülür və əməliyyatdan sonra əməliyyatın gedişində inşallah çəkərik və bu izləyicilərin haqqında, bu əməliyyatın gedişi haqqında məlumatlar veririk. Öncə istərdim ki, sizdə nə cür oldu, hansı əlamətlər oldu ki, həkimə müraciət etdiniz? Yəni düyün var idi, düyün böyüməsini hiss edərdiniz, elə? Nə qədər vaxt var bundan açıqlar sizdə? Çoxdan 5-6 il var. 5-6 il bundan açıqlar var. Biz də UZI kağızına baxaq. Demək, xəstə başqa bir mərkəzdə ultrasəs müayinəsi keçirilir. Xəstədə qalxanvari vəzini sağ payında, qalxanvari vəzini sağ payında döş qəfəsinə doğru uzanan böyük bir ölçüdə, yəni 5 cm ölçüdə bir düyünü var. Və düyünün ətrafında da yəni digər 18 milli və 19 milli ölçüdə çift düyünlər var və düyün biopsi olunur. Yəni biopsiyası xoş yayılır və xoş yayıldığı üçün artıq biz də əməliyyat qərar veririk. Düyün ölçü 4 cm-dən böyükdürsə, bu artıq cərrahi əməliyyata göstərişdir. Və planlaşdırdığımız əməliyyatda total kirliklərdir. Yəni həmçinin xəstənin sol payında da düyünlər var. Sol payında 18-89 milli ölçüdə düyünlər var. Əməliyyatdan qorxmursuz ki, nə cür oldu bizə müraciət etdiniz? Bizim mərkəzi Sizin seçdik. yanınızda əvvəl də olmuşam mən. Biz baxmışdıq, nə demişdik onlar sizə? Bir dəfə də biyopsi olmuşuz, siz biyopsi Bizə də o şahsələ gəlmiş. İnşallah əməliyyatda uğurlu keçir. Əməliyyat neuromonitorla səs vəzinə bizə olunacaq. Çünki vəzin ölçüsü böyük olduğundan, düyünü böyük olduğundan bu qayda retraksiyadır. Yəni səsə gedən sinir çıxır və ona görə də biz daha təhlükəsiz, xəstənin səsinə bir problem olmasın deyə neuromonitordan istifadə edəsiniz. İnşallah əməliyyat zamanı, əməliyyatdan sonra da indi məlumat verəsiniz də, əməliyyatı biz edəsiniz, əməliyyatdan sonra da təəssüratları siz bölüşəsiniz. İnşallah. Doğrudur. Götürə bilərsiniz əməliyyata.